Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir. Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi dedi, nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, oradakılar tapmadı. Bircə xatun dedi ki, Nazbərinin səsidir. Bu hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar Şövkət Ələkbərova Nazbəri. Lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki, o oxuduğu mahnıdan xəbərsizdir. Dahilərə necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya yox. Bu sözləri xalq artisti Nazbəri Dostəliyeva tarixin bir günü verilişində deyib. Müğənni proqramda sənətkarlarla bağlı yeni ifaçılara sual verilməsinə əsəbləşib. Nazbəri aparıcılara səslənərək bildirib ki, onların bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdır? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm, sərt danışmaq istəmirəm. Tamaşaçı 15 il İncəsənət Universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbər olmayana Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxarmaq bir qüsur, bəstəkarları tanımamaqları isə ləkədir.